İş yoxdur. Mən də orada burada fəhlə işləyən deyirəm. Ona görə də bugündən sonra nə rasxodların varsa, sən görəsən. Ata, mən tanımıram, Nurlan kimdir, Niyazi kimdir. İndiyə qədər siz nə istəmişsizsə onu yemişəm, onu içmişəm, onu geyinmişəm. Bir o qalmışdı ki, məni tanımadığım adama ərə verəsiz. Sən atamı tanımırsan, Cəmil. Sözünü eləyən adamdır. Dedisə mütləq eləməlidir, başa düşürsən? Sənin atan da məni tanımır. Götür. Aparıb verərsən ona. Amma bir şey yadında saxla. Ona deyərsən ki, sabah mənimlə görüşəcəm. Harada olsa gəl bununla görüşəcəyim. Amma bir dənə bazı problemimiz var. Nə problem? Sabah o samanı saxlayanı gəlir. Görüşmək istəyir. Mən evlənərsən. Hə, evlənərəm. Sabah aktiyora deyərsən, saat 4-də hara istəyir gəlsin. Görüm mənim qabağımda nə aktyorluq eləyəcək. Ayrılmaq zad nədir? Mən bir dənə sənin atama söz deyəməyəcəm. Kişi deyiləm mən. Gəlib dayanacam qabağında deyəcəm ki, mən sənin qızını sevirəm, bu da qurtardı getdi. Başqa söhbət də yox. Xəstəsən, sən deyirəm ki, sakit reaksiya verməyəcək. Döydürər səni. Gözümün içinə baxa-baxa deyirsən ki, gedəcəm. Hara gedirsən, döydürsün səni. Xahiş eləyirəm Cəmil, getmə. Başımıza oyun açacaq deyirəm sənə. Mənə maraqlı deyil. Bu evlilik alınsın deyə mən hər şeyə gedəcəm. Dibinə kimi gedəcəm. Bizi heç kim ayıra bilməz. Bizi bir dənə Allah ayıra bilər, sənin də atan Allah deyil. Qanmırsan sən? Sənə deyirəm ki, başımıza oyun açacaq. Qışqırma. Xahiş eləyirəm, getmə. Demirəm ki, həqiqətən ayrılaq, yalandan ayrılaq da, deyək, bitib aramızdakı hər şey. Sən də bir cür tipsən, Aygün. İndi getməsəm, deyəsən ki, zadni verdin, nə tez razılaşdın, nə oldu, bir sözümlə getmədin, ayrılaq evlənməkdən danışırdın. Bilirsən nə var? Get cəhənnəm onu inirsən elə, qoy başımıza oyun açsın, yaxşı eləyirsən elə sən. Atan kimi olma. Lap qardaşınla tək qalsanız da, mən olmasam belə nə olar, atan kimi olma. Yaxşı. Söz verirsən mənə? Hə? Nə qədər verim? Nə qədər istəyirsən? Başa düşmədim. Nə qədər? Mən başa düşürəm. Cavansız. Qanınız qaynayır. Sevirsiniz. Biz də zaman olmuşuq da. Biz də sevmişik. Elə bilmişik ki, həyat ancaq bundan ibarətdir. Amma yox. Həyat kino deyil. Qısası. Nə qədər verim qızımdan uzaq durasın. Bu nədir? Pul. Məsələ çox ciddidir. İkimizdən birimiz getməlidir şəhərə. Belləyək. Sən bu zirmini boynuna götür, get şəhərə. Dostluq çörək kəsmişik. Qalanı mən hər şey həll eləyəcəm. Ailə də öz ailəm kimi baxacaq. Rəsulun Cəmilin heç nə ehtiyac olmayacaq. Sonraki məsələni də özüm həll eləyəcəm. Narahat olma. Nə qədər lazımdır, götür. Sən içəridə qalmayasın.
Başqası olsa, başqa cür hərəkət eləyərəm. Heç gəlib burnundan oturmazdı. Amma görürüm, sən ağırlı oğlansın. Ona görə də sənin istəri və hörmət eləyirəm. İstəmirəm səs-küy olsun. Götür. Götür bu pulu. Kredit adı verərsən, qalanı düz və xərcləyərsən. Hə? Nə oldu? Fikirləşdin məndən barədə? Hə? Nədir? Nə deyirsən? Razısan? Cəhənnəm ol! Nə olub ha? Onsuz da Ərana mürlü verdilər, getdi. Baxımlı qadınsan, gözəl xanımsan. Uşaqlara da mən baxaram, sənə də. Hə? Heç nədən körlük çəkməyəsən, nə deyirsən? Rədd ol buradan. Dedim ki, sənə rədd ol. Yaxşı da özünü naza qoyma, amma mən deyənlər barədə fikirləş yaxşı. Hə? Sən də cavansan. Həyatın qabaqdadır. Nə yaşın var ki? İstəmirəm ki, sənin kimi cavan biri olanın həyatı korlansın. Bakı balacadır, çox balacadır. Eşidirsən də gündə bir hadisə olur. Bir zamanın başına bir iş gəlir. Kimi özünü asır, kimi fikirli yolu keçir, maşın vurur. Kimi özünü körpüdən atar. Kimin də qabağını kəsib saxlayırlar. Götür. Zındır, mən sənə inanmışdım axı. Biz illərlə dostluq eləmişik, tonlarla çörək kəsmişik. Mən hər şey açıb tökəcəm. Hamı biləcək sənin nə zibil olduğunu. Ya kişi döysən belə danışmırdın axı sən. Kişiliklə danışma, kişilikdən danışacağın axırıncı adam sənsən. Bırax məni. Bırax. Bu son görüş deyil bir dahadır. Biz hələ görüşəcəyik. Çox. Az stop tanıma. Nə qədər lazımdır götür. Müəllim, mən bura alverə gəlməmişəm. Mən Aygünü sevirəm. Bunu da götürün. Ehtiyacı olanlara verərsiniz, mənim ehtiyacım yoxdur. Mən həyatımı pula satmıram. Sən hələ həyatın tərsini görməmsən oğul. Sən indi özün baxdığın kinoların kino qəhrəmanı kimi görürsən. Amma həyatın tərs yüzü var. Adam büdürüyür, başqa yola düşür. Məndən demək, mən bir böyük kimi sözümü dedim. Nəticəni özün çıxar. Siz mənə görə narahat olmayın. Sür. Niye, ne oldu la? Sür. Ne oldu, rengin niye var? Vidadını pismişik sənə. Mezelem niye? Ha? Ah. Nətər deyimdir? Aygünün aldığı müzik var idi. Sən demə elə dədəsinin pulunu almışam. Başa düşmedim ya la. Mezelenme. Sənə. Aygün'ün atasıyla Sema. Allah hədə hey. Ayda. Dayık çık ağaç. Niyə yolu? Suda iki tərəfdən vuracam da Vidadini. Çerez Aygün vuracam, bir dənə də Səmanın nəsə oyun qrubu öz tərəfimizə çəkə bilsək, Səma tərəfdən də vuracam da, məhv eləyəcəm onu. Ha sen tupoysan Cəmil. Sen indi gedib eyni adamla görüşəsən. Xəbərin var. Tanıyacaq səni. Amma tanımayacaq.
Gözümə kor açıqsı qoyacam, səsimi də belə xırıltı zad eləyəcəm, tanıyacaq, necə tanıyacaq? Başın xarabdır sənin. Hindistan kinosu, yox bir dənə xalla qoy, başqa adam olasın. Dəli ya. Bir dənə prosto səmanın nətərsə eləyib öz tərəfimizə çəkməyə lazım. Ay kişi deyirəm tanıyacaq səni, sən səmadan danışırsan. Unut qaqaş, səmanı da unut, ondan gələn pulları da unut, Aygünü də yaddan çıxart. Heç görüşə də getmə, Vidadi ilə görüşə getmə qaqaş, qətiyyən. Qalabaşı bir sən də var. Gəlib oturacam Vidadinin qabağında, deyəcəm belədir. Duxu var o mənə nəysə desin. Ha gedib nə deyəsən? Nə deyəsən də? Mən kördə öyrəm, yalan deyirdim sizə. Hə. Edit deyəcəm. Hə. Özünüzü necə istəyirsən mənim? Sən mən bu adamı barmağa da alırsan. Sənin bu dəqiqə gözlərini doğrudan çıxardıb kör eləyərəm. Başa düşdün? Arvad bilir qıraqda saxladığım var. Ağa, səni öldürüb elə burada bastıraram. Məndən oyun oynayırsan. Danışqına bax bu boyda qədənin. Bəs Aygün? Nə ayın? Aygün bilir oğraşlıqla məşğulsan. Sonra necə baxacaqsan uşağın üzünə? Sən nə də? Belə qudurmusan? Hə, üzr istəyirəm. Bir daha deməm. Siz deməliydim. Aygün bilir qıraqda oğraşlıq edirsiniz. Bir daha deməm. Deməli belə edirik. Bugündən gözlərim açılana qədər. Ayda 4000 manat. Olur stolunda. Yoxsa Bakı balaca şəhərdir. Bilmək olmaz başımıza nə gələcək. Bir də gördüm gözlərim açıldı. Getdim Aygünə dedim ki, bəs öz gözümlə görmüşəm. Atam belə işlərlə məşğul. Başa düşdün mənim? 4000 manat. Sən elə bombası oldu. Geyib nə var deyəcəm, Vidadi kimdir? Mən onun qabağında artist idi. Qaqaş altın vurarıq ya. Gedərsən deyərsən, deyər ki, kimə nə istəyirsən deyil, nə istəyirsən elə. Abrat bizi dərmədeşi eləyərlər 11 dənə sözü ilə. Aş süzən. Özdə yaxşı bilirsən ki, eləyərlər. Deməz. Qərə seyir deməz ki, mənə heç sən deyil. Ola bilər arvadından qorxmur. Amma məncə Aygün qabağında elə cındır kimi görünməyə qorxar. Yenə də riskdir də. Gişsən, nə riskdir? Aygün bilsə ki, bu Aygünün boğazından kəsib, gedib qıraqda bir kimisə ev alıb ona, yedizdirib, içizdirib, maşın alıb, Aygün bunun evindən qaçar, qızın itirər adam. Aygün qabağında elə cındır vəziyyət almamaq üçün o adam mənə 4000 yox, 40.000 də verir. Mən onun damağını tutmuşam. Ağzı vap olsun. Sən zaten sağlasan bizi zibilə. İnan da mənə. Aygün, bir də sənin oğlanla danışdığını eşitsəm, incimə məndən. Başa düşdün? Bəsdir də. Nə istəyirsən sən məndən? Səsi aşağı sal. Ay qızım, sən dəlisən, hə? Mən sənin pis gününü istəyirəm. Başa düş, ay bala. O gədə bizim tayımız deyil. Allah bilir sənin nəyə görə sevir. Nəyə görə sevəcəyə məni? Nə bilim? Sən istəmədiyin heç nə ola bilməz də bu həyatda, hə? Bir dənə sən düşsən, biz hamımız səfik. Nə şeytana əsəbləşdirmə də mənə bəsdir. Yəni biz ikimiz zəhribar eləmişsən. Yığmırsan mən boğaza. Qız uşağını qoysan ya halvacıya gedəcək ya da zurnaçıya. Əsəbləşmə. Bunun boyuna bax, böyüməmişim. Əsəbləşməsən Allah Vidadi. Geç, əyləş, əsəbləşmə. Görüşdün oğlanla? Hə, görüşdüm. Amma yaman bərk uşaqdır bir şərəfsiz. Aygündən ayrılmaq sonra təklif elədiyim pulu
kimə təklif eləsəydim, elə ordaca, o dəqiqə qızın adını yadından çıxarardı. Amma bu şərəfsiz gədə mənim gözümün içinə baxıb deyir, mən öz həyatımı pula satmıram. Nə bilirsən, bəlkə doğrudan sevir. Nəyi sevir, sevgisi başına dəysin. Görmürsən gündə, gözün qabağındadır da. Ailələr dağıdanları, özgəsinin arvadına, namusuna göz tikənləri. Bu şərəfsizlərin hamısı elə bir qəlbdən çıxıb. Hamısı da belə fağır sifətdə. Amma hamısı maşenlikdir. Başa düşürsən, heç kəsə inanmaq olmaz. Heç kəsə qız uşağını ərə verəndə gərək tanıdığın, bildiyin yerə ərə verəsən ki, sonra da ürəyin sakit olsun. Başa düşürsən? Onlar maşenlikdirlər. Nə bilim Vidadi, sən bilən məsləhətdir. Necə əsəbləşdim. Mən getməli idim. Bugün Körlər Cəmiyyətində xeyriyyət tədbirimiz var. Gərək mən gedim ora. Yaxşı, əsəbləşmə bircə. Qoyur ki, əsəbləşməyim. Rəyim, Sənin nə işin var burada? Kim buraxdı səni içəri? dur bir görüş. Bir dur qucaqla, o üzündən, bu üzündən öp. Balam, olmaz belə. Balam zat nə deyə? Git bu artist evi sənə tanımayanlara elə. Nə işin var, nə lazımdır? Bizə demək ki, səni teatra yenə qaytardılar. Ya, mən teatrla çoxdan qurtarmışam balam. Çıx onda, çıx qapında bağla. Eşitsən? Bir dənə animator işi götürmüşəm. Pullu işdir, yaxşı pul var. Prosta qrimyor qız sevgilisi ilə dalaşıb mənim telefonuma cavab vermir. Ortada mən yaram. Fikirləşdim ki, mənim bu vəziyyətdən ancaq balam çıxarda bilər. Ona görə də gəldim bura. Mən bir sahada başqa adam eləməlisən. Sən adam olmayacaqsan da Cəmil. Dedim bəlkə vicdana, insafa gəlmirsən. Gəlib məndən üzr istəyəsən. Balam, üzr istəyəcəm də indi vaxtıdır bu boyda işin ortasında. Deyirəm, başqa adam olmalıyım. Hörmət verəcəm, gəl. Nə hörmət? Sən pulu nə edirəm mən? Heç olmasa keçmiş günlərimizin xatirinə. Nə keçmiş gün? Neujeli o boyda günlərin ortasında bir dənə xoş günümüz olmayıb? İnan, heç yadıma gəlmir. Ya sənə gül almışdım Targovadan. Burnundan gələr, iki qızsan. 5 manatlıq qızıl gül. 5 manata, 5 manata, naşükür eləm, onu tapa bilməyənlər var. Yaxşı, bəsdir. Dur. Yaxşı, neysə. Nə lazımdır? Tez ol, işim var, gedəcəm. Boş düşməm, nə işin var ki sən? Qudur mənə, sənə nə? Neysən, yox, saqqalıma da yemək olmaz da, bilirsən. Bir mənə bax görün. Kiməm mən? Ay məzələnsən Cəmil. Bu nə vid fasondur? Səsimdən tanıdın da, səsimdən tanıdın da, Fərid, artistlik eləmə. Ana nə səsinlə? Bu nədir yapışdırmısan? Odur qırağı da qopur. Ha, saqqalımı dibindən kəsdirmişəm. Gözümə bax, göy linza qoymuşam. Olsun da, Simon eyni Simandır da. Nasıl nə eynisin? Tanıyacaq da səni. Tanımayacaq. Hansı Cəmiləmi tanıdın? Başdan xarab Cəmil. Başqa bir şey fikirləşmək lazımdır. Belə olmaz. Multfilmə oxşuyursan. Səni bildim. Sənin köynəyini geyinərəm. Bura gətir, gətir. Salam Cəmil bəy. Salam. Salam. Mən Vidadi. Xoş gəlmisən, keç əyləş. Gəl, keç. Eynəyini çıxara bilərsən. Necə? Belə bilirsən, mənlə bir adam qara eynəkdə danışanda çox sıxılıram. Mümkünsə bir eynəyinizi çıxarardınız da. Rahat əyləşin. Necəsiz? İşlər necədir? Yaxşılıqdır, çox sağ olun. Siz necəsiz? Şükür. Qolun nətərdir? Düzəlir? Nə deyir həkim? Yaxşıdır, amma ağrıyır hələ. Səma xanımın səsi gəlmir, yoxdur özü burada. Hə, gələcək. Səma xanım indi harda olsa gələcək. Hə, inşallah. Yaxşı, gözün sənin əvvəldən görmürdü ya sonradan olub? Yox, sonradan olub.
Hardasa 10 yaşım olardı. Axşamlar gözüm tutulurdu, torraşırdı, heç nə görmürdüm. Getdi həkimin yanına, dedilər ki, rinitit pigmentozadır. Elə hardasa 16 yaşıma müalicəsi tapılmadı. Ondan sonra heç görmədim. Təmiz tutuldu gözüm. İndi ümumiyyətlə görmür də gözün. Ümumiyyətlə görmür gözüm. Heç işığa da reaksiyası yoxdur. Heç nə. Allah şəfa versin. Sağ ol. Çətindir, amma neyniyəsən? Belə dəhərən bir taleyi var. Qoy görək, Səmə xanım harda qaldı? Səma, hardasan ağı, biz səni gözləyirik. Bəs belə gəlib getmək necədir? Çətin olur ya yox? Çay iç. Öyrəşmişəm. Alo. Ha. Necə? Nə oldu yenə? Yaxşı, yaxşı, yaxşı. Yaxşı da gələrim danışarıq, yaxşı. Oldu. Oldu, yaxşı. Ay. Səmə xanım gəlməyəcək. Bir işi çıxdı. Alo. Ay xanım, bu evdən çıxanda siz niyə bu suyu bağlamırsınız? Bizi sel aparır deyə buradan. Aboy qalmayıb orada. Nə sel, nə su? Mən nə bilim nə su, evdən çıxanda bir baxın da neyiniz orada. Amma bu təmir elə təzə eləmişik, bunun kreditini elə qutarmamışam. Qayıdın bu suyunuzu bağlıyorum. Doğrulduk batdıq burada bu. Yaxşı, yaxşı qardaş. Üzürü sayın. Üzürü say, siz Allah. Mən indi qayıdıram. Sən qabağa, sən məni zibilə salassan, qaqaşsan. Bəlkə gedəndə səni mən özüm aparım. Yo, narahat olmayın. Qardaşım buralarda da o məni aparacaq. Mən əslində elə özüm istədim bir səndən görüşək, ikilikdə danışaq. Təbii başa düşürəm, hadisə də olub, iş kişi başına gələr. İnşallah toya qədər sağalar. Amma nə lazım olsa deyərsən. Bu da sənə pul. Hələlik müalicəni davam elə. Əgər əlavə xərc lazım olsa, Səmə xanımın nömrəsi var. Ona deyərsiz, o da mənə deyər. Yaxşı mı? Amma bir şərtinə, kişi kimdə, kişi, bu söhbət aramızda qalır. Polissiz. Oldu mu? Yaxşı. Yaxşı. Mən gedim. Biraz işlərim var. Necə deyərlər, yastığın yüngül olsun. Çox Cəmil sağ ol. bəy. Çox sağ ol. Gördün nə? Qorxurdum. Nəyi gördüm ama? Gözümü çıxartmışdı vilka ilə. Çəkil televə, çıxartmadı ki. Yox. Şöyle. Sən manyaksan da qaqaş. Bir daha adını məhv eləyəcəm. O bu dəfə səhv stola oturub. Bura onun üçün qumar masasıdır. Nəysə sonra bölərik. Mənə bax, Aygün amma yazıqda. O yetimin nə günahı var? Yazıq zəngir, sakit ol. Aycan Aygün, sevgilim. Səni sevirəm də. Bir dənə səndən evlənsəydim ən xoşbəxt adam olardım. Başqa dərdim olmazdı. Mən də səni sevirəm. Həmişə də səni sevəcəm. İndi yanımda adam var. Birazdan yığarım, danışarıq. Yaxşı balam? Yaxşı.
Qumarbazlar udduğu üçün yox, oyunun özündən həzz aldığı üçün məhv olurlar. Mən öz intiqamımı onu qumar masasına bağlamaqla alıram, o isə elə öz-özünü məhv edəcək. Ona elə xırda uduşlar verəcəm ki, masadan qalxmaq istəməyəcək. Və sonda o masadan qalxanda onun əlində heç nə, mənim əlimdə isə onun bütün həyatı olacaq. Oyun davam edir. Qəfil gün doğsa bir gecə, dünya qəfil işıqlansa, şəhər şəhər, küçə küçə, otaq otaq işıqlansa, qəfil gün doğsa bir gecə, dünya dumaq işıqlansa, şəhər şəhər, küçə küçə, otaq otaq işıqlansa, görərik kimlərin əli, kimlərin cibindən çıxır, kimlər əylə əylə, kimlərin evindən çıxır.